özel insanlar, yani elm adamları, profesörler söz dediler, söz kalifeyler, söz dediler. Onlardan sonra bizim danışmağımız biraz çətin olacaq. Əslində qalsa mən istəyərdim ki, bir-iki epizod deyəm, Cavan müəllimlə bağlı, yəni xatirələr deyəm. Hamımıza bəllidir ki, Cavan müəllim Azərbaycan ədəbiyyatına, ictimai, mənəviyyatın qorunmasına xidməti olan böyük bir yazıcıdır, yazardır. Onun yarattığı əsərlər, onun qələminə çıxan əsərlər, istər tarixi romanlar olsun, istər oçerklər olsun, istər hekayələr olsun, həmişə oxunaqlı olur. Bütün o oxucuların rəğbətini qazanır. Mən birinci dəfə məşhur Bozatın belindən romanını oxuyanda kitabı əlimdən yerə qoymaq istəmirdim. İstəyirdim ki, bu kitabla bağlı bütün o epizodların hamısı orada nə sonluqla mütərizə onlardan məlumatım olsun. Yəni, demək istəyirəm, çox oxunaqlı bir kitabdır. Həmçinin silinmiş qırınız. Cavan müəllimin yaradıcılığı ilə bağlı, onun şəxsiyyəti ilə bağlı çox söz deyildi. Amma mən Cavan müəllimlə o ünsiyyətdə olduğum, yəni həmişə ünsiyyətdə biz qohumluq, şəxsiydik. Bir-iki epizod danışmaq istəyirəm. Reglamentə bir narahat olmayın, əmələ gedəcəyəm. Deməli, həyatımızda toydur, mağar buyuruq, Cavan müəllim dəvətlidir. Mən də rayon icra hakimiyyətində şöbə müdür işləyirəm. Rayonun ictimaiyyətini dəvət eləmişim. Altıncı gün bizim kənddə həmişə 3 gün olur. 5-ci gündən başlayırdı, bazar gününə edir. Altıncı gün rayon ictimaiyyətini dəvət eləmişdim. Bəlkə də burada oturdular, hamısının iştirak ediblər. Onlar, Nazım müəllim buradadır, Müslüm müəllim buradadır, Alaverdi müəllim hamısı buradadır, iştirak ediblər. Saat deməli, 2-lər başladı, 1-2 radələrində qonaqlarımız gəldi. Cavan müəllim o deməli, tədbiri ələ aldı, özü. Yəni, tamam aldı içində, və beləsini ya rəhbərlik elədi. Və həmən toyda da məşhur, deməli, rəhmətli Ağabala Abdullayevoğlu, İnzamlı Abdullayevoğlu öz dəstəsi ilə Füzulidən gəlmişdilər. Təsəvvür edin ki, Cavan müəllim həmən ərəfədə xaricdən, yəni Hindistandan səfərdən gəlmişdi. Bir-iki epizod danışanda Nizami coşdu. Nizami coşdu özündən başladı. Yəni Hindistanın o mahnılarını oxumağa nəyə? Yəni bunların değişməsi oldu. Yəni birinin musiqi ilə, muzika ilə birinin belə çox o qədər belə maraqlı alındı ki, saat axşam qaranlığa qədər qonaqlığa getmək istəmirdilər. Yəni Cavan müəllim çox şirin söhbəti ilə, dünya görüşü ilə hamını vali edirdi. Bir dəfə də mənə bir tapşırıq vermişdi. Dedi ki, mənim rəhmətli əmim Böyük Vətən Müharibəsi, 2-ci Dünya Müharibəsində itkin düşmüşdü. Yəni, hərbi xidmətdə olarkən Brest ətrafında itkin düşmüşdü. Və dedi, onun sənətlərini gətirmənə. Çünki Cavan müəllimlə eyni təvəllüdüdür, eyni sinifdə oxumuşdular. Sinif deyəndə bu vaxtlı məktəbdə oxumuşdular. Bizim kənddə o vaxtlı məktəb yoxdur. Bu vaxtlı məktəbində oxumuşdular. Bir, deməli, fenomen yaddaşlar maliyə üçün məşhur riyaziyyatçı idi, mənim. Müharibə vaxtı itkin düşdü, Brest ətrafında. Mən o sənətini gətirmişdim ki, şəhərdə verən Cavan müəllimə bir də bir soru yazsın, ondan bir xəbər alsın. Gəldim studiyaya, soruşdum, dedilər ki, otağı falan yerdədir. Bir dünyasında qalsa. Çıxdım, gördüm, otağı açıqdır, pencəyini atıb stolun üstünə, delər başına, yəni stolu. İstədim qayda, bir nəfər dedi ki, oğlum, sən kim axtarırsan? Dedim ki, Cavan müəllim. Sən dedik, bizim qanını axtarırsan. Belə qala deyəndə mənim üçün biraz asıl indi, belə doğuma çıxdı. Belə döndüm, baxdım, gördüm, Məmməd Aslan, rəhmətli Məmməd Aslan. Dedi ki, gəl, mənim qağanı direktör sənə göstərim. Qağan bu saatı qağaları yığıb başına, onlara dərs kəsilir, elə zarafat üçün dedim elə. Gəldik ki, həyətdə kafe vardı, bunların yerini təsdiq edir. Bu kafedə oturmuşdular, bir neçə nəfər dedi. Cavan müəllimə söhbət edirlər. Mən o sənətləri təqdim elədim Cavan müəllimə. Cavan müəllim sonra sorgu yazdım. Leningrad Sankt-Peterburg'dan sorunun cevap geldi ki, ne malum şərətdə itkin düşürlər. Yəni mən Cavan müəllimin cəmaatın qayasına, bütün bu müəllimlərin işlərini yarılmasından danışmaq istəyirəm. Cavan müəllim
doğrudan da değerli bir yazısıydı, değerli bir ziyarıydı. Balı dedi, Murat müəllim, bu balı savunmasında bizim əməyimiz çox oldu. Agrotexnik qaydalara əməl edilməklə çox gözəl bir bağ salmışdı. Mən deyərdim, məsələn, bu vaxtda elə bağ yoxdur. Bağın yuxarısından kanal keçir, aşağısından Bəlüşah çayı. Cavad müəllimin yaradıcılığında o Bəlüşah çayının axarı, baxarı çox açıq deyil. Deməli, bağın aşağısında 9-10 metrlik bir yarğan vardı. Yarğanın altında çay demək olar ki, bu vaxtını qəsəbədən sonra dağılırdı, qollara ayrılırdı. Amma Cavad müəllimin bağının aşağısında toplanmışdı bir yerə. Bu çayın şırıltısına, təsəvvür Cavad müəllim dedi ki, mən bu çayın şırıltısından oturup burada yazacağım, yazacağım. Sözün çok almazsanla bağlısı. Bir gün dayanmışdım, bağdaydım. Dediler ki, sənə avtobus yarı, sənə axtarım. Ben çıktım yukarı, gördüm ki, bir avtobus kadınlar dansı. Bir nefer kadın düştü, dedi ki, Cavad müəllim bağ buradadır. Dedim, bəli buradadır. Bize gösterərsən, dedim gösterərəm. Bizi tuttu, avtobus sənədə kızlara dedi ki, düşün. Bak, tanıdığım Ceylan Haşimova, Lalə Qızar Ansamblı. Lalə Qızar Ansamblı bu vaxtda gəlirlər, cəhbəkeşlərin arasında çıxış edirlər. Girdilər bağlı kadınlar, Cavad müəllim bağının birinci sırasında kült hissəyə asılmışdı hamısı. Qızıl Güllər. Bu Qızıl Güllər Özbəkistandan, Qazaxıstandan hər yerdə gedirmişlər. Yəni demək üçün dünyanın hər arasına gedirsə, orada tek göndərildi, biz də onu bezərdik. Sözüm onda yoxdur. Qızların biri üzüm istəyirəm, bilməm, Zöhrə xanımıdır, rəhmətli, yoxsa Rəhlə xanımıdır, biri üzümüzündə elədi ki, ağ gül, qırmızı gül, bir də sarı mahnısını oxudu. Oxuyanda orada qız dedi ki, yəni bu mahnı buna görə tərtib olunur, bu güllərə görə. Üzüm tutdu mənə deyib, düzdürmü? Mən dedim, valla, mən bilmirəm, siz bilərsiniz, yəni siz bilərsiniz. Yəni Ceylan Həşimova dedi ki, çox gözəl bağlıdır, dedi, mənə bunu gözəlliyi aşağıladı. İndi aşağı, o çayı görəndən sonra çox üstünkar bir mənzərə idi. Onlar orada bir təxminən o mənzərəni görəndən sonra dedilər ki, qabağımıza Sosiya, İslaboskaya getməyə ehtiyac yoxdur. Əsl Sosiya, Islaboskaya bir sanatoriya quradı. Yaxşı istirahət edəndə bir saat mən onların necə deyərlər, diqqət göstərdim onlara. Qəbul etdi, Cavad sonra mən minnətləri verirdim. Yəni Cavad müəllim belə bir şəxsiyyətdir. İndi mən burada Cavad